Herkese salam əziz 6-cı sinif şagirdləri. Bugün 6-cı sinif dərsindən səhifə 122-ni izah edəcəm. 40-cı sualdan başlayaraq 49 daxil olmaqla. Gəlin 40-cı sualdan başlayaq. Ekskursiyaya gedən 18 turistin hər biri alman və ya ingilis dilini bilir. Bunlardan hər iki dili bilənlərin sayı yalnız almanca bilənlərdən 2 nəfər çox, yalnız ingiliscə bilənlərdən isə 2 dəfə azdır. Eyler-Venn diaqramını təsvir edin və yalnız ingilis dilini bilənlərin sayını tapın. Deməli, mən Eyler-Venn diaqramını burada şəklini çəkmişəm. Bilirik ki, kəsişmə hissəsi həm alman, həm ingilis dilini bilənlərdir. Sağ tərəf yalnız ingilis dilini bilənlərdir, sol tərəf isə yalnız alman dilini bilənlərdir. İndi bizə deyir ki, deməli, burada hər iki dili bilənlərin sayı yalnız alman bilənlərdən 2 nəfər çox, ingilis bilənlərdən 2 dəfə azdır. Onda hər iki dili bilənlərin sayına bir x desəm, deyir ki, hər iki dili bilənlərin sayı, mən buna x-la işarə edim. Yəni x yalnız ingilis dilini bilənlərdən 2 dəfə azdır. Onda yalnız ingilis dili bilənlər hər iki dili biləndən 2 dəfə çoxdur. Yəni x-i vururam 2-yə. Bu da olacaq 2x. Və deyir ki, hər iki dili bilənlərin sayı yalnız alman dilini bilənlərdən 2 nəfər çoxdur. Yəni x yalnız almandan 2 nəfər çoxdur. Onda alman dilini bilənlər, yəni yalnız alman dilini bilənlər hər iki dili bilənlərdən, yəni x-dan 2 nəfər azdır. Nəfər deyəndə çıx 2 yazıram. Dəfə deyəndə vur yazıram. Deməli, Eyler-Venn diaqramımız bu şəkildə oldu. Ekskursiyaya gedən 18 turist var. Onda, bax, buradakı üçünün də cəmi olmalıdır 18. X çıx 2, üzərinə gəl. X, üzərinə gəl 2x. Bərabər olmalıdır 18-ə. X, 2x. Cəmini tapıram 4x. Bərabərdir 18. Çıx 2 digər tərəfə, üstə gəl 2 kimi keçir. 4x 20-yə bərabərdir. X də bərabərdir 20 böl 4. Bu da bərabərdir 5-ə. Hər iki dili bilən 5 nəfər var. Yalnız ingilis dilini bilən 10 nəfər var. Bir də deyir ki, yalnız ingilis dilini bilənlər tap. Yalnız ingilis dilini bilənlər də olur 10 nəfər. 41-ci suala baxıram. Birinci çəndə 1 ton, ikinci çəndə isə 1,2 ton su var. Çənləri eyni vaxtda boşaltmağa başladılar. Hər saatda birinci çəndən 60 litr, ikinci çəndən isə 100 litr su boşalır. Neçə saatdan sonra çənlərdə eyni miqdarda su qalacaq. Deməli, bu sualda biz əvvəlcə 1 tonu litrlə ifadə edirik. 1 ton 1000 litr. 1000 litrə bərabərdir. İndi deyir ki, bizə 1 saatda, yəni hər saatda birinci çəndən 60 litr su boşaldır. Deməli, hər saat, yəni 1 saatda 60 litr boşaldır. Onda mən bilmirəm də neçə saatdan sonra, düzdür? Çünki bizə deyir ki, neçə saatdan sonra çənlərin hər ikisində də eyni miqdarda su qalacaq. Bilmədiyim şey x deyirəm. X saatdan sonra, indi x saat sonra burada neçə litr boşaldacaq? Mən birinci 10 tapmalıyım, düzdür? Hər hansı bir A litr yazıram. İndi mən buradan A-nı tapmağa çalışıram. İstəyirsə litr buradan silək. İndi mən neçə litr boşaltdığını tapmağa çalışıram. 1 saatda 60 litrdirsə, x saat sonra neçə litr boşaldacaq? Düz mütənasib olduğu üçün çarpazı vururuq. Buradan 1 vurulsun A bərabərdir 60x-a. Deməli, A bərabərdir 60x-a. Deməli, x saatdan sonra birinci çən, deməli, birinci çən 60x qədər su boşaldacaq. Litr qədər. İndi ikinci çənə baxaq. İkinci çən isə 1 saatda, yəni hər saatda 100 litr boşaldır. 100 litr. Onda x saatdan sonra 1 B litr qədər su boşaldır. Həmin B-ni tapmaq üçün də 1 vurulsun B bərabərdir 100 vurulsun x. Onda B də bərabərdir 100x-a. 100x litr bu vahiddir. Deməli, biri 60x qədər, digəri də 100x qədər deməli su boşaldır. İndi mənə deyir ki, neçə saatdan sonra çənlərdə eyni miqdarda su qalacaq. Birinci çən 1 tondur, ikinci çən isə 1,2 tondur. Heç bunu yazmamışam. 1,2 tonda bərabərdir 1000-ə vururam. 1200 litr.
İndi birinci çəndə nə qədər su qalacaq x saat sonra? 1000 litrdən çıxıram, x saatdan sonra 60x-i boşaldıram. 60x. İkinci çən 1200 litr var. X saat sonra 100x boşalır. Aha. Deyir ki, eyni miqdarda su qalacaq. Yəni, birinci və ikinci ifadə bir-birinə bərabər olmalıdır. Mən də yazıram ki, 1000 çıxılsın 60x bərabərdir 1200 çıx 100x-a. Burada litrlər də var da, vahidlərdir. İstəyirsə bunu mötərizədə yazaq, siz çaşdırmasın. Bunlar vahiddir. Aha. Daha sonra x-ları sol tərəfə yığıram. Ədədləri sağ tərəfə yığıram. Mənfi 60x. Burada çıxılsın 100x. Digər tərəfə keçəndə işarəsi əksinə dəyişir. Olur 100x. Üstə gəl 100x. 1200. Burada 1000 müsbətli. Digər tərəfə keçəndə çıxılsın 1000 olacaq. 40x bərabərdir 200-ə. X da bərabərdir 200 böl 40. Yəni 5-ə. Deməli, neçə saat sonra eyni miqdarda su qalacaq? 5 saat. 42-ci suala baxırıq. Deyir ki, yarışda iştirak edən şagirdlərin 0,4 hissəsi oğlanlardır. Qızlardan 10 nəfər yarışı tərk etdikdən sonra oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil etdi. Deməli, birinci növbədə nə qədər şagird olduğunu bilmirəm. Bilmədiyim şeydə x yazıram. Deməli, mötərizədə yazıram. X şagird var. İndi oğlanlar şagirdlərin, yəni x şagirdin 0,4 hissəsidir. Onda x-i vururam 0,4-ə. Yəni 0,4x olur bizdə oğlan şagirdlər. Aha. Deyir ki, qızlardan 10 nəfər yarışı tərk etdikdən sonra oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil etdi. X şagird var idi. 10 qız getdikdən sonra x şagird var idi. 10 qız gedir. Onda geriyə qalır x çıx 10 şagird. Qalan şagirdlər. Bizə deyir ki, oğlanlar qalan şagirdlərin 0,5 hissəsini təşkil etdi. Burada nisbəti necə quracaq? Birinci cümlədə hansı gəlir? Oğlanlar. Deməli, oğlanlar nə qədər idi bizdə? 0,4x. 0,4x kəsrin sürətində olacaq. Kəsrin məxrəcində isə hər zaman yadınızda saxlayın. İsmin hal şəkilçisi olan qalan şagirdlərin, düzdür? Deməli, qalan şagirdlər nə qədərdir? X çıx 10 bərabərdir. Hansı hissəsini təşkil edib? 0,5 bərabər eldirəm 0,5-ə. İndi tənasibi həll edəcəm. 0,4x məxrəc olduğu kimi qalır. X çıx 10. Bu kəsri də adi kəsrə çevirirəm. 10-da 5 və yaxud da ixtisar olunur. 2-də 1. İndi isə çarpaz vururam. X çıx 10-u ifadədir, mötərizədə yazıram. Vururuq 1-ə bərabər 0,4x vurulsun 2-yə. İndi bunu aşağıdan yazaq. Aha. X çıx 10 bərabərdir 0,8x. 0,8x keçir digər tərəfə, 10 da keçir sağ tərəfə. Bu müsbət 0,8x-dir. Digər tərəfə keçəndə əksinə dəyişir. Yəni, çıxılsın 0,8x bərabərdir. Mənfi 10. Digər tərəfə keçəndə müsbət 10 olacaq. Bunun əmsalı 1-dir. 1-dən 0,8 çıxanda 0,10-da 2-yə qalır. Deməli, əmsalını 0,10-da 2-dir. X-i də olduğu kimi yazırım. Bərabərdir 10. X də bərabərdir 10 bölünsün 0,10-da 2. 10-lu kəsrə böləndə də vergülü silirəm. Vergüldən sonra bir ədəd olduğu üçün sürətə bir dənə 0 əlavə edirəm. 100 bölünsün 2, yəni 50. Deməli, əvvəlcə şagirdlərin sayı 50 imiş. Deməli, əvvəlcə şagirdlərin sayı 50 imiş. Görə bizdən nəyi soruşur burada? Əvvəl yarışda neçə şagird var idi? 50 şagird var idi. Yarışda neçə oğlan iştirak etdi? Oğlanların sayı 0,4x-dir. 50-ni vururam 0,4-ə. Burada 1-0 silirəm, vergül sağa gəlir. 5 vurulsun 4. Yəni 20 oğlan şagird var idi. 43-cü suala baxırıq. Deyir ki, bizə tir atışı yarışında oyunçu hədəfi vursa 3 xal qazanır. Hədəfi vurmadıqda isə hesabından 1 xal silinir.
10 atışdan sonra 14 xal toplayan Elxan bu atışların neçəsində hədəfi vurub? Deməli, 10 atış atıbdı. Hədəfi bəzilərində vurub, bəzilərində vurmayıb. Gəlin belə yazaq. Uğurlu və uğursuz atış kimi yazaq. Uğursuz atış. İndi bizdən hədəfi vurduqlarının sayını istəyir. Onda uğurlu atışlar istəyir. Uğurlu atışların sayı olsun x. İndi geriyə uğursuz atışların sayını işarələmək qaldı. Cəmi neçə atış atıbdı? 10 atış atıb. X uğurludursa, ondan çıxıram x-i. 10 çıx x. 10 çıx x atışı da uğursuzdur. Çünki uğurlu və uğursuz toplayanda müsbət x və mənfi x islah gedir. Cavab 10 olur. Yəni atışlarımızın sayı 10 olacaq. Uğurlu atışlara x deyirəm. Uğursuz atışlara isə 10 çıxılsın x deyirəm. Deyir ki 14 xal toplayıb. 14 bərabərdir. İndi xalı necə hesablayacaq? Bizə deyir ki, hədəfi vursa 3 xal qazanır. Yəni bir dəfə hədəfi vuranda 3 xal qazanır. 2 dəfə vuranda 3 üstə gəl 3. Yəni getdikcə artır, düzdür? Və yaxud da 3 dəfə uğurlu atış olsa 3, 3, 3 cəmləyirik 9. Bunu cəmləməkdənsə birbaşa vura bilərik. Yəni atışların sayını, məsələn x atış var burada, düzdür? Uğurlu atışların sayı x-dir. X-i vururam 3'ə. Yəni uğurlu olanların sayını x-i vururam. Hər dəfə uğurlu olanda 3 xal qazanır. 3'ə vururam. 3 xal qazandı. Daha sonra deyək hədəfi vurmadıqda isə hesabından 1 xal silinir. Aha. İndi isə silinməyi mən sıxla göstərirəm. Çıxılsın 1 xal. Hər dəfə deyir. Neçə uğursuz atışımız var? 10 çıx x qədər. İfadə olduğu üçün ifadəni mötərizədə yazıram. 10 çıx x. Aha. Tənliyim hazırdır. İndi hesablayıram. X vur 3, yəni 3x. Çıxılsın. 1 vurulsun 10 elə 10'dur. Mənfini mənfiyə vuranda müsbət olacaq. Bu da olur x. Bərabərdir 14'ə. 3x və x'in cəmi 4x'dir. Mənfi 10 digər tərəfə keçəndə işarəsi əksinə dəyişir, olur üstə gəl. Yəni 24 olur cəmim. 4x 24'dürsə x da olur 24 böl 4, yəni 6. Deməli, uğurlu atışlarının sayı 6'dır. 44-cü suala baxırıq. Aynur metal pulu 8 dəfə atdı və düşən üzlər cədvəldə qeyd etdi. Cədvələ əsasən xəritə olan üzün düşməsi hadisəsinin tezliyini tapın. Cəmi neçə dəfə cəhd edib? Baxın, 8 dəfə atıb pullar, düzdür? Deməli, 8-də indi xəritə üzünün düşməsini istəyir bizdən. Xəritə üzü ikincidə düşübdür. Daha sonra 4-cüdə və bir də 8-cidə. 1, 2, 3. 3 dəfə xəritə üzü düşüb. Yəni 8 dəfə pul atıbdı. Yalnız 3 dəfə xəritə üzü düşüb. Xəritə üzünün düşmə tezliyi də olacaq 8'də 3. İndi isə 45-ci suala baxırıq. Deyir ki, bizə cədvəldə Elxanın 10 gün ərzində bufetdən aldığı şirniyyat və şirniyyat almaq üçün növbədə gözlədiyi müddət verilib. Verilən məlumatlara əsasən Elxanın günlər üzrə aldığı şirniyyatların modasını, bizə deyir ki, şirniyyatların modasını. Moda bizdə nədir? Ən çox təkrarlanan, yəni dəbdə olanda bu cür yadınızda saxlayın. Deməli, ən çox təkrarlanan, yəni ən çox aldığı şirniyyat hansıdır? Baxın, məsələn, burada kökə. Neçə dəfə kökə alıbdır? 1-ci gün, daha sonra 6-cı gün, aha, 2 dəfə. Kökəni 2 dəfə alıbdır. Daha sonra bulkanın sayına baxaq. Bulka deməli 2-ci gün, 4-cü gün, 7-ci gün, 8-ci gün və 10-cu gün. 1, 2, 3, 4, 5 dəfə. Və bizdə hansı qaldı? Qoğal. Qoğal da 3 dəfədir. Deməli, ən çox hansını alıbdı? Bulkanın. Deməli, şirniyyatların modası olur bizdə bulka. Aha, bulka. Daha sonra gözləmə müddətlərini göstərən ədədlərin ədədi ortasını, gəlin ədədi ortanı tapaq. Ədədi orta cəm böl say ilə hesablanır. Yəni düsturumuz bu şəkildədir. Cəm bölünsün say. İndi gözləmə müddətlərinin cəmi 2 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl, 1, 4, 2, 3, 4, 4, 1. Bölünsün sayı. Neçə gün ərzindədir bu? 10 gün ərzində. Sayımızda 10'a bölürəm. Bərabərdir.
Deməli, burada cəmi hesablasaq. 2, 4, 6, sonra 6, bura qədər 12'dir. Bura qədər 6, 12, burada da 12. Bunların da cəmi olacaq 30. Bölünsün 10, yəni 3. Ədədi orta bərabərdir 3'ə. Sonra modasını və medianını. Moda yenə ən çox təkrarlanandır. Baxaq görək burada ən çox hansı dəqiqə verilibdir. Məsələn 2 var burada. 2'də neçə dəfə var? 1, 2, 2 dəfə var. Daha sonra 4. 4'də neçə dəfə yazılıb? 1, 2, 3, 4 dəfə yazılıb. 5'də neçə dəfə yazılıb? Elə 1 dəfə yazılıb. 1 dəqiqə var burada. 1 dəqiqədən yenə 1 dəfə yazılıb. Yox, 2 dəfə yazılıb. 1, 2. 2 dəfə yazılıb. Başqa qaldı burada. 3 var burada. 3 dəqiqədən də yenə 1 dəfə yazılıb. Baxaq görək düz oldu. 2, 2, 2, 6, 10. Ha, doğrudur. Deməli, ən çox təkrarlanan 4'dür. Düzdür? Deməli, modası olur 4 dəqiqə. Bunu hardan yazaq? Buradan yazaq. 4 dəqiqə. Medianda isə bax biz bu sıranı artan sıra ilə yazmalıyıq. Artan sıra. Deməli, ən kiçiyimiz 1 dəqiqədir. 1, 1, daha sonra 2, 2, sonra 3, sonra 4, 4, 4, 4 və 5. Baxaq görək düz yazdıq. Aha. Yəni burada verilən ədədləri artan sıra ilə yazıram. Əgər ədədlərin sayı cütdürsə, məsələn burada 10 gün ərzində düzdür, sayımız 10'dur. Yəni cütdür. Cüt olduğu üçün ortadakı 2 ədədin cəmini yarı bölürəm. 3 və 4'ün deməli median bərabər 3 və 4'ün cəmi bölünsün 2. Yəni 7 böl 2. 3,5 dəqiqə olacaq. 46-cı suala baxırıq. Deyir ki, bizə aralarındakı məsafə 500 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil hərəkətə başladı. Deməli, şəhərlərimiz A və B şəhərləri olsun. Aralarındakı məsafə də 500 deyir. Düzdürmü? Aha. Bütöv 500 kilometrdir. İki şəhərdən qarşı-qarşıya iki avtomobil hərəkətə başlayır. Birinin sürəti 60 km/saatdır, digərinin sürəti 70 km/saatdır. Deyir ki, T saatdan sonra onlar arasındakı məsafə neçə kilometr olar? Deməli, birincidə T bərabər 2 yazılıb, T bərabər 2. Yəni 2 saat olarsa. 2 saat sonra birinci avtomobil 1 saatda 60 kilometrlə gedir. Onda 2 saatda getdiyi yol bərabərdir, S bərabərdir, V vur T ilə hesablanır. Bunu bilirsiniz. İndi birincinin getdiyi yolu S indeksini 1 yazıram. Necə tapıram? V vurulsun T. Sürəti 60'dır. 60 vurulsun. Zamanda 2'dir. 120 kilometr. Deməli, 2 saat ərzində birinci 120 kilometr gəlir. İkinci isə deməli, ikincinin sürəti 70'dir. 70 vurulsun 2, 140 kilometr gəlir. Belə fikirləşin. Birinci gəldi çatdı 120 kilometrə. İkinci də buradan gəldi çatdı 140 kilometr. Bizdən istəyir. Baxın bu arada qalan məsafəni. Ümumi 500'dən çıxıram hər birinin getdiyi yolların cəmini. 120 və 140 cəmləyirəm. 500'dən çıxıram. 120 və 140'ın cəmi 260'dır. Bu da olur 240 kilometr. Deməli, iki avtomobilin arasında qalan məsafə oldu 240 kilometr. İndi T bərabər 3 üçün yazsaq. Deməli, gəlin də burada 2'ni silib 3 eləyək. Deməli, T bərabər 3 saat olarsa, birincinin sürəti 60 idi, 3'ə vururum, 180 olur. İkincinin sürəti 70 idi, 3'ə vururum, 210 km olur. Deməli, birinci 180 km qət edib, ikinci 210 km.
Arada qalan məsafəni tapmaq üçün də yenə eyni qaydada bütöv 500-dən çıxıram. 180 və 210-un cəmini. 500-dən çıxıram 390, bu da olur 110 kilometr. 110 kilometr. Deməli, hər ikisini də yazdıq. Bizə deyir uyğun ifadəni yazın. Uyğun ifadə necə olacaq? Biz qalan məsafəmizi tapırıq. 500-dən çıxırıq. Birinci və ikincinin getdiyi yolların cəmini, düzdür? Birincinin getdiyi yol, baxın, S1 nədir? 60 vurulsun, 3-də T-nin yerindədir. Yəni, 60 vur T, üzərinə gəlinsin. İkincinin getdiyi yol necədir? 70 vurulsun, bu 3-ün yerində əslində T-dir, yəni zaman. 70 vurulsun T. 500 çıxılsın, 60 T və 70 T'nin cəmi 130 T'dir. İfadəmiz də bu şəkildə olacaq. 47-ci suala baxırıq. Deyir ki, bizə ifadəyə uyğun bərabərsizliyi yazın və verilən ədədlərdən hansılarının bərabərsizliyin həlli olduğunu deyin, yəni müəyyən edin. A bəndində deyir ki, x ilə 4-ün cəmi. Cəminin 2 misli. Cəminin, yəni bu ifadənin 2 misli. Vururam 2-yə. 12-dən böyükdür. Böyükdür 12-dən. Bunu indi mən vurub atsam. 2x üstə gəl 8 böyükdür 12-dən. 2x 8 keçir digər tərəfə. 12 üstə gəl 8 idi, digər tərəfə keçəndə çıx 8 olur. 2x böyükdür 4-dən. X böyükdür 4 bölünsün 2. Yəni x böyükdür 2-dən. Yəni x 2-dən böyük olmalıdır. Mənfi 2 ola bilməz, 0 ola bilməz. 2 2-dən böyük deyil. Yalnız və yalnız 3 doğrudur. İndi B bəndinə baxıram. 10 ədədi ilə Z-in fərqi 10 çıxılsın Z. Deməli, fərqi mənfi 4-dən kiçikdir. Kiçikdir mənfi 4-dən. Deməli, burada mənfi Z-i saxlayıram. Onu keçirdirəm bərabərsizliyin digər tərəfinə. Mənfi 4. Bu müsbətdir. Digər tərəfə keçəndə çıxılsın 10 olacaq. Mənfi Z kiçikdir mənfi 14-dən. Bu zaman indi mənə Z lazımdır axı. Mənfiyə bölürəm. Mənfini mənfiyə böldüm. Düzdürmü? Mənfi 1 idi. Mənfiyə böldüm ki, müsbət olsun. Mənfi 14 mənfi 1-ə böləndə 14. Bərabərsizlikdə belə bir qayda var ki, bərabərsizliyi mənfi ədədə vuran zaman və ya bölən zaman işarə əksinə dəyişir. Yəni kiçikdir, yox, böyükdür olacaq. Deməli, Z 14-dən böyük olmalıdır. 14-dən böyük 28 ola bilər, bir də 40 ola bilər. 8-ci suala baxıram. Üçbucağın xarici bucaqlarının dərəcə ölçüsünü tapın deyir. Bizə burada verilən üçbucağın üçü də daxili bucaqdır. Üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni x üstə gəlinsin. X üstə gəl 10. X üstə gəlinsin, deməli 10'u yazdıq. Bir də x çıxılsın 40 var burada. X çıx 40. Bərabər olmalıdır 180 dərəcəyə. X, yəni 3x. Üstə gəl 10, çıx 40. Çıxılsın 30, bərabərdir 180. 3x bərabərdir 180. Burada çıxılsın 30'dur. Digər tərəfə keçəndə üstə gəl 30 olur. Yəni 3x bərabərdir 210. X da bərabərdir 210 böl 3, yəni 70 dərəcə. Deməli, bu üç bucağın daxili bucaqları baxın bu şəkildədir. 70 dərəcə, x üstə gəl 10, yəni 70 üstə gəl 10, 80 dərəcə, x çıx 40, yəni 70 çıx 40, 30 dərəcə. Amma məndən soruşur xarici bucaqlar. Mən də bilirəm ki, 3 bucağın bir daxili və bir xarici bucağının cəmi 180 olmalıdır. Xarici bucağı tapmaq üçün 180-dən çıxıram daxili bucağa. Buradan yazıla bilərəm. Daxili və xaricinin cəmi 180 olur. 70 ilə 110'un cəmi 180 olur. Deməli, bir xarici bucağım 110'dur. 80 ilə 100 dərəcənin cəmi 180 olur. 30 ilə 150 dərəcənin cəmi 180 olur. Deməli, xarici bucaqlarım 110, 100 və 150'dir. 49-cu suala baxırıq. A və B paralel düz xəttləri C düz xətti ilə kəsişir. Alınan uyğun bucaqlardan ikisinin cəmi 200 dərəcə olarsa, A və C düz xəttləri arasındakı iti bucağı tapın. Deməli,
Eğer iki düz xətt paraleldirsə, bizə burada A və B paraleldir deyir. Z ilə kəsişir. İki paralel düz xətt üçüncü bir düz xəttlə kəsişən zaman buradakı uyğun bucaqlar, baxın. Deməli, bunu hər hansı bir alfa desəm, B düz xəttinin üzərində C'nin sol tərəfində düzdür alfa bucağım. Onda A düz xəttinin üzərində yenə də sol tərəfdədir alfa bucağım. Yəni uyğun bucaqlar bir-birinə bərabərdir. Uyğun bucaqların, yəni alfa ilə alfanın cəmi bərabərdir 200 dərəcəyə. Yəni 2 alfa 200 dərəcədir. Onda alfa 200 dərəcə bölünsün 2, yəni 100 dərəcədir. Deməli, mənim kör bucağım, yəni uyğun bucağım 100 dərəcədir. Deyir ki, A və C arasındakı iti bucaq yenə burada 100 dərəcədir. Çünki bir-birinə bərabərdir. 100 dərəcənin qonşu bucağı burada fikir versəz, bunu da qara ilə göstərək. Burada iti bucağımızda 100'ün qonşu bucağıdır. Yəni qonşu bucaqların cəmi bilirəm ki 180 olmalıdır. Bu da olacaq 80 dərəcə. 100 və 80'in cəmi mənə 180 dərəcəni verir. İti bucaqda olur 80 dərəcə. Bugünlük bu kadar uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı və paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.